Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Spiker Sakon ekranlarında yoldaşlıq görüşü davam edir. Sizləri Birlik Arenasından salamlayırıq. Voleybol Futbol Klubu ilə NZS komandası qarşılaşır. Artıq görüşümüz start götürüb. Bu klublar cəmisi bir dəfə qarşılaşıblar. Bu ikinci görüşləridir. Öncəki görüş 11-3 hesabı ilə NZS komandasının qələbəsi ilə bitmişdi. Komandalar yenidən qarşılaşıb. Hər iki komandaya uğurlar arzu edirik. Uzaqdan zərbə gəldiyini Mehman dəf edir bu zərbəni. İkinciden zərbəni NZS komandası yerinə yetirir. Toğruldu topun gerisində. Göl ötürmə gəldi. Zərbə imkan varmı? Vaxt tapdıqca heyətləri sizlər üçün sadalayacağım. İlhamdan Sazina Kamran. Sazinatdan irəlilədi. Kamran zərbə top qapının yanından keçir. NZS komandasının heyəti qapıda Royaldır. Müdafiədə Ələhim, Füzuli, mərkəzdə Qoysi, hücumda Talih və Toğrul olacaq. Voleybol komandasının heyəti isə qapıda Mehmandır. Müdafiədə Rəsul, Kamran, mərkəzdə Ələkbər, hücumda isə İlham və Ülvi olacaq. Azarkeşlərdir görürsünüz əziz tamaşaçılar. Sol tərəfdə voleybol komandasının azarkeşləridir. Sağ tərəfdə isə NZS-in azarkeşlərinin bir nəfər var, bir nəfər isə baş məşqçiləridir. NZS komandasının Kamrandır. Mətbuat konferansında Kamran demişdi ki, biz ikinci maçı da qələbə üçün gəlmişik. İkinci maça da qələbə üçün gəlmişik. Çıxmışıq meydana. Ötürmə gəldi. Ələhim. Zərbə gəldi. Top qapının yanından keçir. Füzulinin zərbəsi idi bu. Əkbər topladı indi. Rəsul. Ara ötürməsi keçmədi Ülvidən. Voleybol komandasından ötürmə gəldiğini zərbə meydançasına İlham topu cavlaşdırdı. Voleybol komandasından azarkeş qismində Aşur da buradadır, İsmail da buradadır. Komandanın kapitanı İlkin də izləyir. Həm kapitan, həm baş məşqçidir. Bugün uzaqdan gəldi və gol! Talih'in zərbəsi idi bu. Hesab açılır görüşün 4-cü dəqiqəsində 1-0. NZS komandası önə çıxır. Qüvvətli zərbə indirdi uzaqdan, raket göndərdi qapıya. Ələyim. Ülvünün pressing var. Ala bilmədi top ondan. Toğrul. Ara ötürməsi lazımdır. Qoysi. Top meydandan çıxır. Ələkbər başladı altdan. Ötürməni Ələhim qarşıladı. Keçmədi bu ötürmə. Mehmana bıraxdılar topu. Səhvə yol verdilər müdafiədə. Qusidə top. Ötürmə topu. Zərbə imkan vermədilər. Mehman uzaqlaşdırdı topu. Top yenidən NZS komandasında da çıx. Meydandadır. Doğru. Talihlə oynadı. Talih göylə ötürmə gəldi. Qusi istiqamətinə Mehman. Qapısını tərk edib uzaqlaşdırdı topu. Avuta çıxır top. Toğrul. İrəlilədi ötürməsini etdi Talih. Kamranın pressing var. Talih baxdı qapıya. Zərbə indirdi amma zəif qaldı bu zərbə. Mehman orada. Bu işinin pressing var idi. Mehman sürüşərək topu meydandan çıxartdı. Ən geriyə ötürmə Ələhimdir bu. Uzaqdan qüvvətli zərbələr var. Göylə ötürmə gəldi amma dəqiq alınmadı. Kamranla oynayır Mehman. Göylə ötürmə sol cinahda İlham.
saxladı topu. Ələhim var qarşısında. Ara ötürməsi keçmədi. İlham zərbə indirdi amma təkrar zərbə. Yenə Kamrana dəyir top. 2 dəfə öz komanda yoldaşına dəydi. İlhamın zərbəsindən sonra top uzaqdan zərbə top kapitindən qayıdır. Yenə Talih idi səhv etmirəmsə zərbəni indirən. Ələkbər ötürmə keçmədi. Torol, Ələhim, Qusi. Yenə Ələhim. Yenə Qusi. Talihlə oynadı. Göylə ötürmə gəldi. Davamlı zərbə Toroldan top qapının üstündən keçir. Mükəmməl görmüşdü Talih ön cinahda Torolu, amma qapıya düşə bilmədi Torol. Fantastik qol vurmaq istəyirdi. Kamran. Rəsulla oynadı. Rəsul bir qədər büdrədə oldu, topu aldılar, amma yenidən qazandı boy komandası. Kamran. Sol cinahda İlham zərbə. Realdan mükəmməl sev gəldi. İkinciden zərbə olacaq. Ülvi başladı. Yaxın oynadı. Kamran. Ülvinin də uzun müddətli görmürdü yaşıl meydanlarda. Bugün məhz Enzes ilə oyuna qoşulub. Üçüncüdən zərbəni Toğrul başladı. Ələhimin zərbəsi dəqiq alınmadı. Top yaxşı oturmadı ayağına. Ələkbərin ötürməsi zəif qalır. Toğrulda da top. Qusi saxlamadan zərbə amma dəqiq alınmır. Top qapının yanından keçir. Yaxşı oturmamışdı ayağına top. Ələkbər. Öndə pressing edir Enzes komandası. Geriyə Mehmanla oynadılar. Mehman və gol! Bu nə səhv idi Mehman? Qapıda səhvi yol verir Mehman. 2-0 olur hesab. Özünə əsəbləşir orada Mehman. Yaxşı düşünmüşdü. Pressing edirdi öndə Enzes komandası, amma bir qədər topu gerisinə atmışdı. İlham. Alta çıxır top. Ələhim başlayacaq altdan. Füzuli. Talihlə oynadı. Yeniden Füzuli. Göl ötürmə Ələhim istiqamətinə top meydandan çıxır. Qapıdan zərbə olacaq. Yaxın oynadı Mehman. Rəsul. Yenə ön xəttə pressing edir Enzes komandası. Ülvü hava keçdi, orada fırlandı yerində. Ülvü baxdı zərbə və gol! 2-1 olur hesab görüşün 9-cu dəqiqəsində. Ülvünün raket zərbəsi idi bu. İlham top gözləyirdi, amma Ülvü özü zərbə indirməyə qərarına gəlir və dəqiq oynuyor. Yaxın ikinciden bırakır bu topu Real. Topların birinin əvəzi sıxıldı. Talih. Ələkbər gəlib qarşısına onun. Füzulin zərbəsi və gol! Gözlənilmədən zərbə indirdi. Mən belə gözləmədim bu zərbəni. Hesabı 3-1 olur görüşün 10-cu dəqiqəsində. Orada keçib ötürmə edəcəyini gözləyirdim, amma saxlamadan zərbə indirdi Füzuli. Və dəqiq oynadı, hesabı 3-1'ə qaldırdı. 2 top fərqi ilə yenidən öndə Enzes komandası. Ülvü. İlhamı düşünmüşlər. Ələkbər saxlamadan zərbə top timdən qayıdır. Qüvvətli zərbə indirmişlər. Ələkbər qapı sirkələndi hətta. İndi Toğrulda da top. Enzes komandası əksizimi izləyə bilərdi, amma Rəsulullah qoydu topa. Çıxmayıb top meydanda da Ələkbər. Ara ötürməsi keçmədi. Ülvü başlayır altdan. Zəif qaldı bu ötürmə. Füzuli aldı topu. Talihlə oynuyor. Talih baxdı qapıya. Zərbə indirə bilər.
Ayaq saxladı, Rəsuldan blok gəldi. Ən geriyə Royal oynadılar. Göylə ötürmə. Mehmandadır top. Ələkbərlə oynayır. Avta çıxır top. Burada başa düşmədilər Ələkbəri. Qoysi. Öz irəlilədi bir qədər. Talihlə oynadı. Talih. Yeniden Qusi. Ötürməsini etdi, amma Ələkbər araya girdi, amma top yeniden Qusi'lədi. Talihlə oynadı. Talih. İki nəfər arasında sığılmaq istədi. Kamran ayaq qoydu topa. İkinciden zərb olacaq. Zərbəsinin var idi orada. Buradan görünmürdü, amma yəqin ki, qayda pozuntusu olmuşdu. Başladılar voleybol komandası. Kamran Ülvü ilə oynadı. Ülvü uzaqdan yoxladı, amma dəqiq alınmır. NCS komandasının baş məşqçisi Kamran qıraqdan öz komandasına nəsə məsləhətlərini verir. Hesab 3-1'də amma yenə qısa ötürmələrlə hücuma getmələrini söyləyir komandasına. Toğrul. Baxdı qapıya. Zərbə indirdi, blok gəldi. Rəsuldan İlham uzaqlaşdırdı dərhal. Mehman qapısının önünə çıxıb uzaqlaşdırır topu. Füzulidir topun gerisində. Qusi. Ələhim. Talihlə oynuyor. Talih. Özü irəli, önü boşdu, amma dərhal gəldilər önünə. Toğrul, ötürmə, baxdı qapıya, zərbə indirə bilər. Füzulinin zərbəsi, Mehman. 9'luğa gedən topu çıxardır. Başladılar artıq, Toğrul. Qusi, ötürməm orada heç səs yoxdur, İlham uzaqlaşdırdı. Talihdədir top, baxdı qapıya, uzaqdan yerini yoxladı Ələkbər. İmkan vermədi. Talih. Özü irəlilədi. Sağcılıqdan zərbə yenə Mehman dəf edir bu topu. Outdan NCS komandası başladı. Amma outa çıxır top. Başa düşmədi heç kəs. Burada Qusini top meydandan çıxdı. İlham. Ülvü bir qədər önünə bıraxdı, topu özündən aldılar, topu əksizmə çıxıb NCS komandası. Talih. Ələkbər var önündə. Talih. Zərbə indir amma. Dəqiq alınmır. Top toru yandan silkələdi. Ülvü. Kamran. Rəsul oynadı. Ələkbər uzaqlaşdırdı topu. Altdan NCS komandası başlayacaq. Füzuli. Sol cinahda Toğruldu. Toğrul. Ələkbər ayaq qoydu topu, amma top yenidən Toğruldadı. Qusi. Talih. Qusi. Yenidən Talih. Baxdı qapıya. Zərbə və gol. 4-1 olur hesab görüşün 15-ci dəqiqəsində. Sol altılığı indirmişdi zərbəni Talih. Mehman kullansa da topa toxuna bilmədi. Hesab 4-1 olur. Ələkbər, dadı yox, Ülvüdür bu. Rəsul oynadı. Sol cinahda İlham. Rəsul, Ülvü. Uzaqdan zərbə indirdi, uzaqlaşdırdılar topu. Ələkbər başladı, Ülvü önünə bıraxdı topu. Bir qədər
Topun meydandan çıxmasına da şərait yaratdılar. Qapıdan zərbə olacaq. Torol. Talih. Qusi ilə oynadı. Qusi baxdı qapıçını özbə-özdü və gol! 5-1 olur hesab. Bir dəqiqə ərzində 2 top vurur Rangers komandası, hesab 5-1'dir. Voleybol komandasında nəsə çatışmır. Amma çatışmayan nədir? Hücuma yenə əvvəlki oyundakı kimi çox çıxmırlar. 2 nəfərlə, 1 nəfərlə çıxırlar hücuma. Qısa ötürmələrlə hücuma çıxıb boşluq axtarmaq lazımdır. Göl ötürmə Talihdən. Kamurandadır top. Top çıxmayıb. Kamuran gəldi sağ cinahdan. Əlinə toxunmuşdum orada top Kamuranın. Yoxsa rəqibin əlinə demişdi. Rangers komandası Talihin əlinə dəymişdi səhv etmirəmsə. Bu voleybol komandası başlayacaq indi. Ələkbərin zərbəsi. Amma qeyri-dəqiq idi bu zərbə. Top qapının üstünə xeyli şöyle gedir. Talih. Ara ötürməsi alındı. Ələyim. Zərbə blok gəldi Ələkbər. Təkrar zərbə Royaldan, amma dəqiq alınmır. İlham. Ülvü ilə oynadı. Ülvü. Kamran. Ələkbər. Ülvü mərkəzdə. Tək toxunuşda İlhamla oynadı. İlham. Royal gəldi qarşısına. Çəkdi sağına İlham. Zərbə lazımdı, amma qapıya düşə bilmir. Kapitan Rangers komandası başlayacaq. Ələhim. Toğrul oynadı. Toğrul. Ələkbər gəldi qarşısına. Toğrul. Kəsmədə ötürmə. Kamran. Ülvü ilə oynayır. Ülvü İlhamla oynaya bilər. Topu özündən bir qədər önə bıraxdı. Aldılar topu ondan. Talih irəliyir sol cinahdan. Ələkbər gəldi qarşısına, çıxmayıb. Top meydandadır. Talih bir qədər geriyə çəkildi. Mərkəzdə Royaldır. Uzaqdan zərbə endirdi, amma qapıya düşə bilmədi Royalda. Ələkbər. Ülvü. Kəsə bilmədi. Ülvü 2 nəfərin arasından Rangers komandası əks hücuma çıxıb. Ələhimlə ötürməsi öz komanda yoldaşına dəyir. Rəsul. Ələkbər. Mərkəzli Ülvü. Ayaq saxladı. İrəlilədə özü. Yerli zərbə. Top qapının yanından keçir. Cüzi fərqlə qaçırtdı bu topu Ülvü. Talih. Torol. O keçdi burada Kamranı. Mehman qapısının önə çıxıb. Topu meydandan çıxartdı. Ötürmə dəqiq alınmadı Torolun. İlham. Ülvü. Top Ələhimdədir. Başladı. Qusi. Sağ cinahda Talih. Göl ötürmə Torol istiqamətində. Saxlama ötürmə Toroldan Qusiyə. Qusi. Torol. Göl ötürmə. Topu toxuna bilmədi. Toxundu, amma ayağına oturmadı top. Çatdı top amma Qusi. Talihin zərbəsi. Top qapının yanından keçir. Voleybol komandasında 10-cu dəyişikliyi oldu əziz tamaşaçılar. Kamran meydandan çıxır əvəzinə. Yeni
oyuncu ilk dəfə də oyuna çıxır voleybol komandasında. Ziyadır bu. Ələkbər. Ziya saxlamadan Ülvi ilə oynadı. Avuta çıxır top. Rəsul, Ülvi. Ziya çata bilmədi orada. Ülvinin ötürməsi zəif qalmışdı. Ələhim. Salih. Avuta çıxır top. Ələkbər. Doğru. Buraya Ələhim və gol! 6-1 olur hesab görüşün 22-ci dəqiqəsində. Ələhimin zərbəsi idi bu, əla çıxdılar hücuma. Voleybol komandasında da qapıcı dəyişikliyi olacaq. Mehman meydandan çıxır, əvəzinə Aşur daxil olur. Aşuru da qapıda dəfələrlə görmüşük. Demək olar ki, Noyer kimi dayanır qapıda Aşur. Ziyadadır top. Mərkəzdə Ülvü. Yenidən top Ziyadadır. Geri dönüş edilmək istəyir voleybol komandası. Hər variantı əl atırlar. Ziya topladı indi. Ötürmə gəldi. Uzaqlaşdırdı orada top Füzuli. Ələkbər başlayacaq altdan bir qədər gözlədi, amma gözləmək sərf eləmir voleybol komandasına. Çünki hesabda geridədirlər. Dərhal başlamaq lazımdır. Füzulidən göl ötürmə Talih istiqamətini dəydi. Əla saxladı topu Talih. Qarşısında Ələkbər var. Qusi ilə oynadı. Qusidən Torla. Saxlama zərbə. Top qapının üstündən keçir. Aşurun ilk toxunuşudur topa. Rəsul. Aşur. Göl ötürmə keçmədi Realdan. Ələhim. Pressing var Ziya və İlhamdan. Aldılar topu. Amma zəif qalıb ötürmə uzaqlaşdırdılar topu. NCS komandasının baş məşqçisi Kamran görüntülərdədir indi hal-hazırda. Öz komandasına daha doğrusu deyir ki, hesabda öndəyik. Tələsməyin. Öldürün vaxtı bir qədər. Top avuta çıxır. İndi orada ilkin də öz komandadan çıxan, da oyundan çıxan Mehmanla Kamrana nəsə məsləhətlər verir. Hərəkətlərindən də başa düşmüyorlar ki, nəsə taktiki danışıqdır, səhv etmirəmsə bu. Ələhim. Baxdı qapıya zərbə, Aşura sonra da qapıtini. Qüvvətli zərbə idi, amma öncə Aşur, sonra qapıtindən də top qapıya daxil olmur. Ziyadadır top. Komanda yoldaşlarını axtarır, amma heç kəsi tapa bilmədi. İlhamla oynuyor. Dərhal sol cinahda Ülvi saxlamadan Ziyanı düşündü, amma bəlkə alındı ötürmə. Qusi. Toğrul oynadı. Toğrul. Ələkbər varısından ötürmə Talih. 3-2-yə gəliblər yenə. Talih davam ötürmə. Toğrul Aşur qapısının önünə çıxdı, imkan vermədi. Toğrulda top. Ötürmə gəldi. Talih saxladı topu. Zərbə. Aşur imkan vermədi. Top düzdür. Qapıya getmirdi, amma riskə getmədi Aşur. Yerlə ötürmə. Toğrul. Aşur. Nəyə çıxardır? Sıçradı topu çıxartdı. Oradan qapıya daxil olmadı top. Altdan indi Real başlayacaq.
Pişik kimi sıçradı topa, Torğun bu zərbəsi isə dəqiq alınmır. Üçüncüdən zərbə olacaq. Yoxsa qapıdan zərbədir. Qapıdan zərbə olacaq. Aşur mükəmməl oyun göstərir oyuna daxil olandan. 2 seyvi var artıq. Talih geridən gəldi, aldı topu Ələkbərdə mükəmməl keçir. 4 nəfər gəldilər. Talihin zərbəsi Aşur. Gözləmirdim bu, qol gözləyirdim az qısası, amma Aşur imkan vermir. Top qapıya daxil olsun. Mən deyərdim, hətta Noyerdən də mükəmməl dayanır qapıda. Ələkbər. Bəlkə alındı bir qədər ötürmə. Qusi qapısı ilə oynadı. Qusi ötürmə, Realın zərbəsi yenə Aşur, təkrar zərbə olacaq mı? Yox, ikinciden zərbədir bu. Öz komanda yoldaşlarına əsəbləşir orada Aşur, oyuncunu tutmurlar. Real'dadır top. İlham uzaqlaşdırdı orada. Real. Ən geriyə Talihdir bu. Göl ötürmə gəldi Talihdən. Başlı zərbə olacaq mı? Amma Real'dan əvvəl Aşur. Ələhim saxladı topu. Zərbə indirmədi. Zərbə və gol. 7-1 olur hesab. Sol ayaqla zərbə indirdi Ələhim. Aşur çıxarda bilərdi əslində, amma çatmadı ayağı. Top bir qədər zəif daxil oldu qapıya. Doğru. Talih. Ələhim. Doğru. Ara ötürməsi Ələkbər. Girdi araya. Rəsul. Ələkbər də oynadı. Ziya. Yenidən Ələkbər. Zərbə lazımdır qapıya. Zərbə və gol. Top qapıya daxil olur. Ələkbərin zərbəsindən sonra hesab 7-2'dir. 25 dəqiqədən sonra voleybol komandası ikinci topu vurur. Ziya aldı topu, qapısı üzböz qala bilər, amma bir qədər önə getdi top. Doğru. Talih. Ötürmə Real. Baxdı qapıya və gol. 8-2 olur hesab. Yaxın məsafədən topu qapıya daxil edir Real. Aşur önə çıxmışdı, amma dəf edə bilmədi bu zərbəni. Oyuncu tutan yoxdur çünki. Aşur nə qədər desə də pas boş oyuncuya keçəndən sonra Aşur nə eləsin qapıda. Ziya. Sol cinaqda Kamran. Kamran özü ilərlədi, Ziyal oynayır, aldılar topu, Ələhim. Real saxlamadan sol cinaqda Toğruldu. Kamran gəldi qarşısına, Toğrul. Göylə ötürmə, Qusi saxlamadan, Real zərbə indirəcək mi, amma ayağına oturmadı top. Kamran ötürmə, dəqiq alınmır, top meydandan çıxır. Ziya. Uzaqdan zərbə blok gəldi Ələhimdən. Qapı! İkinci hissə davam edir əziz tamaşaçılar.
Mərkəzdən başlayacaqlar. Birinci hissə 8-2 hesabı ilə NZS komandasının xeyrinə bitdi. İkinci hissəmiz artıq başladı. Hər iki komandaya uğurlar arzu edirik. Yenidən qapılar dəyişib. Sol tərəfdə Boyboy komandası, sağ tərəfdə isə NZS komandası olacaq. Talih. Göl ötürmə, Toğrul. Allah rahmetli topu. Toğrul. Keçmədə ötürmə. Ziya. İkinci gəlib Boyboy komandası. Kamran da qoşuldu hücuma. Ələkbər baxdı qapıya. Zərbə. Füzulidən keçmədi. Daha doğrusu Royal idi bu. Ələkbər başlayır üçüncüdən zərbəni. Göl ötürmə gəldi. Füzuli uzaqlaşdırdı. Ayaq qoydu orada Talih topa. Qoysi. Kamran bir qədər sərt oynadı, amma Toğruladı top. Qoysi ilə oynayır. Kamran saxladı. İlham. Çıxmır top. Ələhimdədir. Ara ötürməsi. Aşur. Yerindədir. Dərhal ötürmə etdi, amma Ələhim uğurladı topu. Qoysi yenə də Ələhimlə oynayır. Ələhim. Zərbə indirir. Aşur dəf edir. Dərhal uzaqlaşdırdı Aşur. Ver Füzuli gəlsin, ver Füzuli gəlsin. Füzuli. Ayşo, Toğca. Toğrul. Toğrul. Çəkdi sağına zərbə indirdi, amma blok gəldi, səhv etmirəmsə. Üçüncüdən zərbə olacaq. Qusidir. Topun gerisində. Toğrul. Blok gəldi Kamrandan. Ziyadadır top. İlhamla oynayır. Yeniden Ziya. Ələkbər. Ziya. Uzaqdan yoxladı, amma Royal uzaqlaşdırdı bu topu. Outdan Boyboy komandası başlayacaq. İlham dərhal başladı. Ziya baxdı qapıya. Yenə yoxladı. Və gol! 3-8 olur hesab görüşün 30-cu dəqiqəsində. Ziyanın zərbəsi idi bu. Mükəmməl zərbə indirdi qapıya Ziya. Yerə dəyən top qapıya daxil olur. Adətən bu top qapçılar üçün çətin olur. Toğrul. Ələkbər aldı ondan topu. Ziya ilə oynadı. Əks hücum ola bilər, amma dərhal NZS komandası müdafiəyə qayıtdı. İlham. Ələkbər saxladı topu meydanda. İlhamla oynadı. İlham. Keçmədə ötürmə. Qapıdan zərbə olacaq. Real başlayacaq. Talih. Talih. İlham. Virgil van Dijk sayağı baxır top orada. Aldı topu. İlham. Qusini də yerdə qoydu. Ara ötürməsi keçmədi Ələhimdən. Ələhim. Qusi. Ələhim. Talihlə oynadı. Talih Ələhimə bıraxdı. Qapı boşda Aşur. Mükəmməl oynadı qapıda. Nəşmə çıxdı Boyboy komandası. Ziya ayaq saxladı. Çöndü. Ürvü ilə oynadı. Ürvü topu axtarır, amma ayağına müdaxilə var idim orada. Cəlmə zərbəsi olacaq. Topun gerisində Ziyadır. İlvindir. Ələkbərin əvəzinə daxil olub meydana. Canlı səhətdə Füzuli və Ələhim var. Ziya yerini yetirəcək, səhv etmirəmsə. Ülvi də var orada. Ziya yaxınlaşdı. Zərbə və gol! 4-8 olur hesab. Görüşün 35-ci dəqiqəsində
Top neçə nəfərin arasından keçdi, qapıya daxil orada. 8-4 canım. 4 elə, 4. Alta çıxır top. NZS komandasının baş məşqçisi Kamran. Orada nələrsə düşünür. Hesab 4-ə qalxdı. İndi sol cinahdan irəliyir. Toğrul zərbəsini aşır, imkan vermədi. Hesab 4 top fərqinə düşüb. Kamran nələrsə düşünür orada. Hesabı qoruyub saxlamaq üçün. Qusinin göl ötürməsi. Başladılar. Ülvü dərhal Ziyad oynayır. Royal vaxtında tərk etdi qapısını. Ülvü əla fırlandı yerində. Ülvü itirmədi topu. Ələhim var qarşısına. Ayaq qoydu topa mı? İlhamdadır top. İlham. Uzaqdan yoxlayır. Top qapıya daxil olmadı. Qüvvətli zərbə idi, amma effektiv alınmır. Ələhim. Kamran. Pressing var Kamranın, ala bilmədi topu. Qusi. Ələhimlə oynadı. Ələhim. Toğrul. Ötürmə Rəsul qarşıladı. İlham itir topu. Qusinin zərbəsi və top qapıya daxil olur. 9-4 olur hesab. Görüşün 37-ci dəqiqəsində. Qusinin zərbəsi idi bu. Mərkəzdən başladılar. İlham. Ülvü. Füzuli qarşıladı. Zərbə indirdilər, amma şuradadır top. İlham. Aşırlı oynuyor. Kamran. Sağ cinahdan irəliyir. Ələhim var yanında, ötürməsini etdi, amma Ziyad çatacaq mı topa? Çatır topa. İlhamla oynuyor. İlham, Kamran, Ziyad, Talih. Araya girdi. Özü irəlilədi bir qədər. Digər qapıdan digər qapıya gəldi. Yerlə zərbəsi və gol. 14 olur hesab. Görüşün 38-ci dəqiqəsində NZS komandası dayanmır. Hesabı 4 top fərqinə indirmişdilər, amma NZS komandası 2 top vuraraq 6 topa qaldırır. Bravo. Rəsul çıxır indi meydandan. Ələkbər daxil oldu əvəzinə. İndi Toğruldadır top. Zərbə top qapının üstündən keçir. Ələkbərin ötürməsi İlham. Davan ötürməsi keçmədi. Qoçi sağ cinahda doğru oldu. Ələhimlə oynadı. Ələhim saxladı topu. Ötürməsini etdi. Toğrul. Ələkbər gəldi onun yanına. Bir qədər geriyə çəkildi Toğrul. Qusi ilə oynuyor. Qusi 3 nəfər gəliblər. Boydan sonra 4 nəfər var müdafiədə. Toğrul zərbə blokda. Təkrar zərbə və gol. Hesab 11-4 olur. Görüşün 39-cu dəqiqəsində 1 dəqiqədən sonra hesabı 11 etdi NZS komandası. Aşur. Ziya ile oynadı. Ziya. Talih girdi topa. Toğrul oynadı. Toğrul. Talih. Kamran pressing edir. Ala bilmədi topu. Qusiyə bıraxdı. Ələhim. Bir qədər münaqişə yaranmışdı NZS ilə boy komandalar arasında. Kamranla Talih idi. Amma hər şey sülhlə bitir. Ələkbər. Ülü. Ziya ilə oynadı, amma bəlkə alındı bu ötürmə.
Özü də zərbə endirə bilər Ülvü. Torol zərbə Aşur. Ələhim şahlamadan yenə Aşur dəf edir zərbəni. İkincidən zərbə alacaq. Qusidi topun gerisində. Torol. Ələhimlə oynadı. Ələhim. Torol. Yox, Qusidi bu. Talih. Baxdı qapıya zərbə endirə bilər. Yerlə zərbə dəyir alınmır. İlham. Ülvü. Ələkbərlə oynadı. Ziya. Öz irəliyir. Sağ altı Kamran. Talih gəldi qarşısına. Ötürmə. Ülvü. Ziyanı düşündü ama keçmədi top. Talih. Qayçı sayağa ötürmə etmək istədi. Alınmadı. Ülvü. Keçmədi. Top qapı daxil qazandı az qalsın. Ələhim. Torol. Torol. Qarşısında Kamran var. Ötürmə. Qoysi. Talih. Talih. Öz irəlilədi. Ötürmə etmədi. Ayaq saxladı bir qədər. Geriyə qayıtdı. Ən geriyə Ələhimlə oynadı. Ələhim. Baxdı qapıya, uzaqdan yoxlayır Aşur. Dəf etdi bu zərbəni. Düz üzərinə vurmuşdu topu Aşurun. Ələhim. Ələhim indi saxlamadan yenə zərbə. Top qapının yanından keçir. Səhvə yol verdilər müdafiədə. Boy komandası. İlham. Ara ötürməsi ziyanı düşündü amma bir qədər bəlkə anında ötürmə. Tez başla. Qusi. Torol. Yenən Qusi. Ötürmə gəldi Aşur önə çıxıb qapısından. Göl ötürmə. Qapıçıya qarşı səhv etməsə qayda pozuntusu var idi. (11-4) hesab NCS komandası öndədir. Görüşün 43-cü dəqiqəsində. Top ziyadadır. Ələkbər. Ülvü. Çata bilmədi topa. Altdan Qusi başlayır. Füzuli. Ələhim. Top meydandan çıxır. Qapıdan zərbə alacaq. Ziya. Kamranla oynadı. Kamran. Aşur. Göl ötürmə Ziya istiqamətinə. Röyol qapısının önə çıxıb başla. Qusiyə doğru ötürmə etdi. Qusi. Ziyanın pressingi var. Qapıda pozuntusu etmişdi Ziya. İlham. İlham geride qoydu orada Ələhimi. Ziya oynuyor. Qapısı Düzgöz dərhal qabağına gəldilər onu. Təkrar zərbə saxlandı ayağına oturmadı top. Talihdə dindi. Əla keçdi orada Ələkbəri. Kamran var qarşısında. Torol sağ cinahdan açıldı dərhal. Talih 3-1-ə gəlib NCS komandası. Torol. Qusi ilə oynuyor. Talih. Zərbə lazımdır. Paslaşırlar sadəcə. Talih. Zərbə indirmədi. Ayaq saxladı. Göl ötürmə. Aşurdan çıxır top. İkincidən zərbə olacaq. Füzulin zərbəsi dəqiq alınmadı. İkincidən zərbə olacaq. Füzuli göl ötürmə. Talih. Əla ram etdi topu. Ələhimlə oynuyor. Ələhim. Altdan NCS komandası başlayacaq. Füzuli. Ələhimlə oynuyor. Ələhim baxdı uzaqdan yoxladı. Aşur.
Az qalsın top qapıya daxil olacaqdı. Gücbay ilə çıxartdı bu zərbəni. Arada doğru sözlər. Doğru. Göl ötürmə. Royal saxlamadan zərbə zəif alındı, amma dəqiqə də alınmadı. Qapısını boş qoyub önə çıxıb Royal. Aşur qapının boş olduğunu görüb zərbə indirdi, amma dəqiqə alınmadı. Talih. Füzuli. Ələhimlə oynadı. Ələhim dərhal Qusi'də oynayır. Qusi. Yenə Ələhimlə oynadı. Ələhim baxdı qapıya zərbə indirmədi. Yenə Qusi. Qusi. Zərbə. İlhama dəyər top. Təkrar zərbə olacaqmı? Top qapının üstündən keçir. 200 nəfərin arasından çatıb zərbə indirə bildi NZS komandası. Kamran. Ziya tək toxunuşu Ülviyə ötürmə dəqiqdir. Ülvi saxlamadan zərbə top qapının yanından keçir. Füzuli. Keçmədə ötürmə. Ziya. Ziya önündə Füzuli var. Ziya sol ayaqla zərbə top qapının yanından keçir. NZS komandasının baş məşqçisi Kamranı görürsünüz orada. Royal'ın yanındadır. Öz taktikalarını deyir orada Royal'a. Hesabda önündə olmaqlarına baxmayaraq. Qusi, Toğrul, yeniden Qusi, yeniden Toğrul və gol! 12-4 olur hesab görüşün 48-ci dəqiqəsində. Artıq buradan geri dönüş etmək çox çətindir. Möcüzə olardı deyərdim, çünki görüşün bitməsinə 13 dəqiqə qalıb. Top qapıya daxil olmadı. NZS komandasının qapısı nədir orada? İkincidən zərbə olacaq. Ülvi. Blok gəldi burada Qusi'dən. Ziya indi meydandan çıxır. Əvəzinə Rəsul daxil olub meydana. Ələkbər. Ülvi. Ülvi uzaqdan yoxladı. Əlhəmə dəydi top. Toğrul. Sol cinahda Ələhim bomboşdur. 3-1-ə gəliblər. Toğrul Qusi ilə oynadı. Qusi. Qapıya doğru zərbə və gol. 13-4 olur hesab görüşün 49-cu dəqiqəsində. 9 top fərqi ilə öndədir NZS komandası. Ülvidən ara oturması dəydi. İlham. Əla gerdə qoydu orada Talih amma Qusi vaxtında yələndi topa. Toğrul. İtirmədi topu. Talih. Əla onda ötürmə. Ələhim. Toğrul oynadı. Yenidən Ələhim. Saxlamadan zərbə lazımdır. Röya və top qapıdadır. 14-4. Hesab. Nə oldu? Mərkəzdən başlayacaqlar. Hesabda xeyli öndədir. NZS komandası 14-4 olur hesab. 10 top fərqi ilə öndədirlər. 50-ci dəqiqədə. Qusi göl ötürmə Royal istiqamətindən başla. Talihi düşündü amma Aşur gəldi ora. Toxundu başla amma top Talihdədir. Talih sol cinahdan irəliyir. Top meydandan çıxır. Küncdən zərbə olacaq mı yoxsa qapıdan zərbə?
Qapıdan zərbə ilə başladılar. Aşur. Rəsula bıraxdı topu. Ülvü. Qarşısında Royal var. Qısa qaldı ötürmə. Ələkbər. Ülvü. Ötürmə dəqiq alınmadı. Alta çıxır top. Füzuli. Talih topladı. Baxdı qapıya. Zərbə və gol. 15-4 olur hesab. Görüşün 51-ci dəqiqəsində reaksiya verə bilmədi bu zərbəyə Kamran. İlham başladı mərkəzdən. Ülvü yoxladı, amma dəqiq alınmadı. Real. Torol. Üç nəfər çıxıblar hücuma. Füzuli də gəldi. 5 nəfərlə çıxdılar. Torol. Talih. Yeniden Torol. Ələkbər yerdə qalmışdı. Ayağına zərbə var idi, orada səhv etmirəmsə, qayda pozuntusu etmişlər Ələkbərə qarşı. Kamran. İlham. Heç kəs öndə yoxdur. Öndə çıxan yox, təkcə Ülvüdür. Toğrul itirmədi topu. Füzulinin zərbəsi, Aşurdadır top. Göylə ötürmə, Aşurdan Ülvü istiqamətinə alır rəhmətli topu Ülvü. Çıxmayıb top meydandadır, amma aldı topu ondan Talih. Talih. Füzuli. Toğrul oynadı. Toğrul. Ələhimlə oynayır. Ələhim saxlamadan sağ cinahda Talih'i gördü. Talih Royal oynaya bilər. Royal baxdı qapıya, zərbə və gol. 16-4 olur hesab. Görüşün 53-cü dəqiqəsində. On 12 top fərqi ilə öndədir. NZH komandası. Kamranla oynadı Aşur. Kamran. İlham. Bir qədər bərk götürməkdə, amma İlham saxlaya bildi bu topu. İlham. 2 nəfər pressing edir. Üstünə aldılar topu ondan. Busi. Real. Zərbə və gol. Gözlənilirdi axı bu zərbə. 17-4 olur hesab. Real'ın bu zərbəsi gözlənilirdi, amma top yenə də qapıya daxil olur. İlham. Öndə heç kəs yoxdur. Boy komandasının bütün oyuncuları müdafiə elədi. Məsəlində Kamran açıldı sağ cinahdan. Ötürmədə dəqiq alınmadı. Ələhim uzaqdan yerli yoxladı. Aşur. Saxlaya bildi bu zərbəni. Çıxmayıb top meydandadır Aşur. Öz irəliyi qapısını boş qoyub ötürmə etdi, amma keçmədi ötürmə. Ələhim göylə zərbə. Top qapının üstündən keçir. İlham. Rəsul. Ələkbər. Keçmədi ötürmə. Füzuli. Real. Yeniden Füzuli. Ələkbər uzaqlaşdırdı. Busi. Davam ötürməsi. Füzuli. Füzuli. Füzuli itirmədi topu. Talih'lə oynuyor. Talih. Ələhimlə oynadı. Ələhim.
Rahat hərəkət edir orada. Pressing edən yoxdur. Füzuli zərbə. Top qapının yanından keçir. Qapıdan zərbə olacaq. Aşur. Ülvi oynadı. Ülvi uzaqdan qapının boş olduğunu görüb zərbə endirdi, amma dəqiq alınmadı. Cüzi fərqlə qaçırdır. Talih. Füzuli əla gördü Talih. Qarşısına Rəsul gəldi. 3-2-yə gəliblər. Rayonun zərbəsi və qol. 18-4 olur hesab. 3 nəfər qoşulmuşdu hücuma NZS komandası və bir qədər də qaldırır hesabı. 18-4. Görüşdə 22 top var. Onlardan 18-ini NZS komandası, 4-ünü isə Boy komandası vurub. Kamran. Ələkbərlə oynadı. Ələkbər. Ülvü. Aldılar topu. Toğrul. Topu alta çıxır. Rəsul. Rəsul. İlham. Dəqiq alınmadı ötürmə Ələhim. Real. Saxlamadan ötürmə amma Rəsula dəyir top. Güncüdən zərbə olacaq. Göl ötürmə gəldi. Talih baxdı qapıya. Zərbə lazım. Yoxladı amma Kamrana dəyir top. Talih. Füzuli. Ələhim baxdı qapıya. Önü boşdu. Zərbə endirdi amma dəqiq alınmadı. Və görüşümüz yekunlaşır. Əziz tamaşaçılar, 18-4 hesabı ilə NZS komandası qalib gəlir. Bu görüşü sizlər üçün mən spiker Sako şərh etdi. Sağ olun, salamat qalın.